İndi mənim sözlərimi təkrar et. Chitrakuta, Chitrakuta, işvara. Chitrakuda? Yox əşi. Chitrakuta, Chitrakuta, işvara. Chitrakuda iş ver. Sən neçə dəfə ərə getmirsən? Biz ərə getmirik. Verdiririk ərə. Ləman xanım, çox sağ olun. Düzdür, mən dəli psixoloji problem kim olsa da ama deyil, yürüyüb danışır. Hardan deyirəm, oradan verir. Hardan deyirəm, oradan cavabımı verir. Özü sabah deyirsən, sabadı var. Bütün nəyi deyirsən bilir. Görsən nə dedi? Dedi, dönə dedi ki, Seda Sayan 7 dəfə ərə gedib. Sibel Cansa 2 dəfə ərə gedibdi. Sonra ikisindən bir uşağı var, birindən də bir uşağı var. Sonra boşanıb uşaqlarına adı. Görsən nələr deyir. İndi mən deyim, indi avantqard pərdə haqqında danışsın. Deyim onun həyatı. Mənim hündüşkalarım var. İndi həyata düşən kimi altıma yatır. Bir dənə xoruz hündüşka almışam. O da xoruzluq eləmir. Onu qaytarmaq istəyirəm. Xoruz almaq çətin bir qərar ola bilər. Amma yenə də qaytarmaq fikrin varsa, yaxşı olar ki, onu qaytarasan. Qaytarmaq istəyirəm də, gelib deyəcəm ki, mənə kişi kimi hündüşka ver. Elə bütün günü dimdiyin sallayıb durur orada. Yeyir yeməyinə. Amma başa düşürsən qız kimidir. Neynirəm mən hündüşkanı? Mən yanında oturanma ya. Bax belə. Cıraram səni canım. Bax belə 2 yerə, bax belə. Yox ki, xoruzluq eləmir də. Gedir durur qıraq. Bibi bibi can bibi, can sənə qurban bibi. Bibi bibi can bibi, can sənə qurban bibi. Hələ yaxın başında olarsan cavan bibi. Pullar için kim bibi, sir sifəti kim bibi. Pullar için kim bibi, sir sifəti kim bibi. Ne dedin ayavara? Dedim göyərsin bibi. Nece ayavara? Dedim göyərsin bibi. Bak bir dənə qız, paparazi bir qız sual verir, bak. Qocuğum orada, bak. Ben şurada kimden zəhləz gedir? Lan baboştan. Bu sənin canın yansın, hə? Baboş səndən ötürü. Mən şuradan deyir, kimdən zəylən gedir? Deyir baboşdan. Elə səndən ötürü mən ölürəm, Allah hamd olsun. Can verəcəm. Ben şurada kimden zəhləz gedir? Lan baboştan. Görürsünüz mikrofon önündə paparazilər. Aslında mən şuradan kimdən zəylən gedir baboşdan. Baboş ağlasın, otursun sağ səni. Xoşun gəlmir, amma mən izləyirsən. Mən şurada kimi mənim adımı çəkdim birinci. Deməli oturmağa baxırsan. Mən 1 saat günorta açıram, yeməyimi yeyirəm, bağlayıram. Axşam da açıram, bir dənə PKM olacaqsa PKM içi olurlar. Ne oldu ya, qapını açar ki də xeyir üçün gəlmişik. O qızınızı oğlumu istəyir. Her şey olur. Sizi narahat edirik. Nə ilə bağlı? Bir xeyir işlə bağlı. Oğlunuzun Yox, qardaş əvəzidir. O qardaşınız əvəzi nə işləyir? Yayımcıdır, tiktokerdir. Millətin sevimlisidir. Təmiz ev uşaqdır. Ev uşağı. Təmiz. İşkisi yox, sigareti yox, arağı yox, evə gec gəlməyi yox. Və səhər TikTok bağlansa nə tər olacaq qardaş? Arvadını nə saxlayacaq? Arvadla birləşib, tövcüzə saxlayıb yaşayacaq. Mütləq Comada yaşayır. Comada 200 manat maaşla yaşayır. O gəlib bütün doğma zəkə. Bəli. Dərsə gəlməyən zarazalar. Hansı cəhənnəmdəsiz? Siz nədən əmələ gəlmisiniz? Hansı materialdansınız? Hansı formada demək lazımdır ki, siz və sizin ailəniz başa düşsün ki, dərsə hamı gəlməlidir. 11-ci sinif hamı gəlirsə, mənim 9-um niyə gəlməməlidir? Niyə anlamırsınız? Salam müəllimə, necəsiz? Müəllimə, mən imtahana girə bilmədim. Hay Allah'ım, girə bilmədim. Əzər poçta girdim, yazdım marşı. Orada sonra gəlib parola. Onu da yazdım, girə bilmədim. Deyəsən ona da vaxt yox. Arkadan ama deyirsiz evlənin də uşaqlarında məni başa düş. Mən qabağıma keçib elə tanımadığım qızı alası deyirəm ki, mənim arvadım ol. Mən onu tanımalıyam, bilməliyəm ki, kimlə eləyirəm. Mən ləyaqlı, namuslu, qeyrətli, rayon abırlı, həyalı, özüm kimi üzümdə abırlı olsun, həyası olsun. Başa düşürsən? Tərbiyəli olsun, tərbiyəli ailənin evladı olsun. Sən canı sənin bəyənən var? Niyə yoxdur ki? Niyə bəyənməsinlər? Ki, ay sağ olun deyirəm. Qara paltarda giymişəm, laf şikarın olmuşam. Bu qırmızını da gələndə ta işinə. Vapşı diviziyaya dayanır.